Pay. Atamın ad günüydü. Artırdığım paralarım ile atama pay almıştım. Aldığım pay eli süncülü bir kişinin heykeliydi. Onu çini daşdan qayırmışlar. Atamı gözləyirdim. Otağına geçəndən sonra payı verib demək istəyirdim. Ata, sevimli atam, ad günün qutlu olsun. Atam otağına geçən kimi heykəli götürüb qaçdım. Amma atama çatan kimi yıxıldım. Heykəl tikə-tikə oldu. Ürəyim doldu, ağlamağım tutdu. O gözəl heykəldən ancaq süncüsü qalmışdı. Atam məni dilə tutub oxşadı. Üzülmə dedi. Sonra isə sınıqların içərisindən süncünü götürdü. Çubuğunu açıb süncü ilə arıtmağa başladı. Dönüb süncünü mənə göstərib dedi: "Çox sağ ol oğlum. Gəl səni öpüm. Bu ən gözəl paydır. Bununla çubuğumu arıdaram."